Bəli, hazırda əsas problem Dunay çayının bəndlərlə tənzimlənməyən sərbəst axın hissələrindədir. Bura əsasən 4 ölkənin Macarıstan, Serbiya, Bolqarıstan və Rumıniyanın əraziləri daxildir. Macarıstanda xüsusilə Budapeşt ətrafında suyun səviyyəsi minimal həddə enib. Bu səbəbdən böyük yük gəmilərinin hərəkəti məhdudlaşdırılıb. Gəmiçilik şirkətləri zərəri azaltmaq üçün gəmiləri tam doldurmur, yükləri daha kiçik bagajlara və ya dəmir yollarına yönəldirlər. Serbiya və Xorvatiya sərhədində isə suyun geri çəkilməsi nəticəsində çayda geniş qum adaları yaranıb, səviyyə o qədər düşüb ki, 2-ci Dünya müharibəsindən qalmış, batmış Alman hərbi gəmilərinin qalıqları suyun üzünə çıxıb. Novi Sad şəhəri yaxınlığında onlarla yük və sərnişin gəmisi sahildəki Lil qatında ilişib qalıb. Bolqarıstan və Rumıniya arasındakı hissədə isə naviqasiya demək olar ki, tamamilə dayanıb. İki ölkəni birləşdirən bərə əlaqəsi müvəqqəti olaraq dayandırılıb. Bir neçə gün əvvəl Bolqarıstan sahillərində sərnişini daşıyan böyük turizm gəmisi dayazlığa oturub və göyərtədəki 100-dən çox sərnişin təxliyə edilib. Digər bir problem isə deməli enerji sektoru ilə bağlıdır. Dunay çayının suyunun soyutma sistemi üçün istifadə edən Macarıstanın Paks və Rumıniyanın Çırnavoda atom elektrik stansiyaları təhlükəsizlik məqsədi ilə enerji istehsalını azaltmağa məcbur olublar. Meteoroloqların proqnozlarına görə isə yaxın günlərdə havanın temperaturu yüksək olaraq qalacaq. Bu isə çayda suyun səviyyəsinin bir qədər də aşağı düşəcəyini göstərir. Məndə olan son faktlar bunlar idi. Buyurun, söz sizdə. Aydın.